Hamıya salam dostlar. Bugün sizinlə birlikdə BMC Drive oynuyoruz. Ama biz burada belə BMC Drive oynamayacağıq. Yəni BMC Drive oynamırıq. Biz şəxsən burada baxın. Modlu BMC Drive oynuyoruz. Bu üstündə offroad yolları var, soyuq yollar var. Soyuq yerlər var. Yəni istədiyiniz bir şey var. Hələ mən buradakı məsələn offroaddan başlayaq. Next step. Çok qəşəng modlar indirilir. Mən bu da moddan Tesla, Hyundai, Mercedes, Nissan, Hyundai, Volvo, BYD Cell, sonra BYD yenə var. Sonra digər Mercedes, Kamaz modu var, ən yaxşılardan biridir. İçinə yenə Range Rover var, Nissan modu bayaq gördük. No6 var, Volvo var yenə də. Yəni bilirsiniz çox xeyli mod indirilir və bu günlər biz sizə məsəl üçün hər hansı bir maşınla oranı keçməyə çalışacağıq. Məsəl üçün bunlardan birini mən seçib gələcəm sizə sürpriz bir şəkildə. Hə deməli dostlar, maşınımız budur, Mercedesdir, bax belə. Pis mod deyil, heç ki maşının belə tam açılmır belə yerləri. Hə. Yəni pis də mod deyil deyəmərəm, pis də, yəni elə deməyəm burada. Amma mənə elə gəlir daha yaxşı elə bilərdi. Bəzi yerlər var, sonra işləmir, açılmır falan filan. Belə kiçik şeylər, amma nəysə bizim dərimiz bu deyil. Amma mən bunu şəxsən roleplay şəklində eləyəcəm, yəni maraqlı olsun deyə. Mindim maşına, budur maşın. Bax, budur. Nətərdir yəni, yaxşıdır şəxsən. Mən süper anlıq. Motora qulaqsa qardaşımıza. Motora bax dinləmək. Biz bunu hələ sürəcəyik, ləzzət edəcək adama. Biz başlayalım deyə, attım deyə. Ki yox deyə. Ay Allah, gördün? İndən də deyir, hələ də saat qarı fərqəli zaman, ona da baxacaq. Üç saat gəldi deyə bir dənə buraya ilişdik. Amma mənə təəssüf ki maşınlıq deyil, indi mən başqa maşın çəkəcəm. Ooo, sağ Vasil dayı, nətərsən? Yaxşısanmı? Yaxşı olasan səni görüm. Mən də yaxşıyam, sən nətərsən? İşkir təcə gedir. Minə maşınlarımızı da offroada davam edək. Ən yaxşısı budur. Opa, benim gözə sıx. Yes, sağ ol. Sıxdım, qalsın. Maşın titriyor ama ep yok da. Sonra ki ilişsən mənə yardım edəcək. Ya Allah, bismillah. Biz də minəyə kamaza ya. Başka bir şey yoktu ki motorda. Ha, normal. Açar ya. Ya Allah. Gözde başını yoxlayın maşını. Açar ya. Buradan təmizdirmir. Pis şey ya Allah. Hazıram ya. Bismillah. Ya Allah. Korktuğum aynı. Başlığım getdi mənim hə. Sən get mən gəlirəm. Ya yaxşı ana mən getdim. Bu da vapşet çəkmir, öldürür bu. Pis bir yerdə xodlayaq.
Gör biz gözləmədən haralara getdi. Oy. Ya Allah getdi. Olsa direkt indi, olsa fark edəcək. Ay ne oldu? Motor hiç başını koydu ya. Bu ne ter şeydi ya. Oy. Hı. Hiç bir şey oldu ya. Ay Allah'ım ne güne düştük biz. Bağlayaq onda. Vəssalam. Gözlüyüm vasili gəlsin ha. Bize bu lazım, bize sağlık. Aa maşın gedir hele. Maşın gedir hele. Ne oldu? Ay sen bir şey olmadı ki. Ay kırıldı. Söküyor ya. O zaman seni de altın çıkaramam. Ay şey düştü başımıza. Yavaş yavaş gelebiliriz. Devam edebiliriz inşallah. Maşına bu masada kalsa yaxşı. Mən bunu da öz arxamızda aparacağıq. Xod deyək, onda gedək.
Hamınıza salamlar olsun dostlar. Bugün sizinlə aldığım bir dəqiqə dostlar. Bugün sizinlə aldığım məlumatlara görə Hyundai Santa Fe 2.2 dizel, bir də o digər maşınlardan biri isə BYD Son Plus. Bu qarasından yəni hansı qazanacaq sizcə? Və bu qarda offroad yarışı kimi fikirləşə bilərik. Bir yana bir qəşəng SUV toplu maşınlardan bunu BYD-ni seçdim. BYD olacaq məncə seri ona görə. Baxın dostlar, bir yandan BYD, bir yandan da Hyundai Santa Fe. Sizcə kim qazanacaq? Qazanmaları yorumda bəlli edin. Bunu roleplay adını eləməyə çalışacağım. İnşallah yaxşı alınmışdır. Öz-özümə danışıram ki, tam deyəcəm niyə öz-özümə danışıram. Roleplay adını eləmək istəyirəm, ona görə maraqlı olur. Ben Driver'ın son şirudur. Başlayalım da. Amma heç roleplay eləmək istəmirəm, amma nəysə. Burada ikinci round kimi hesab edirik. Burada VS'lər var, VS. Onları da gətirəcəyik yanımıza. Saxla. Onları da gətirəcəyim olar ki, birinci VS'imiz budur. BYD Son Plus nə edə biləcək? BYD Son Plus nə ağaracaq bu? Oy ya, ilk tamamı sürüşdü. Daha dostlar bunu 4 çəkər, onu mən qoşmalıyam. Onu bir baxa 4 çəkərəm, söhbət. Pisdir, yəni ancaq məqsədim bu yollarda işdən sürəcəm ki, daha rahat olsun. Təbii ki, bu çətin bir kamera üçün. Bayağı çətindir. Gedib başqa yerlərə qoyaq. Əgər xoşunuza gəlsə, Benz Drive serisini bir arada davam etdirmək var. Mənim xoşuma gəldiyi üçün mən də davam etdirəcəm bu serini. Məncə pisdir, arasına qıstar qoyaq. Buradan da tüppəyə gələcəyik çətin yollara. BYD işi bunu çox çətin olsun məncə. Çünki offroaddur. Offroad üçün sadəcə boş qoyma, SUV kimi. Oy. İlkdən də eləməzsən də. Dostlar, ilkdən eləndim bu maşını, mən bunu neyniyim? Ciddisən aşağı. Dəqiqə bir qol bir oldu ki. Evet, BYD bura qədər gəldi. BYD-nin yaxşıma bunu saxlayayım. İndi Hyundai gətirəcək. Onu xodlayım birinci mən bu Hyundai-yə. Baxın, dostlar görürsünüz, bax dizeldir ya, bu dizel fərqi bax budur ha. Mən niyə düşdüm maşına? Bax, indi bunu nə eləyəcək, bu nə ağaracaq? Bəli isə... xarab çıxır, deyəsən bunu dokunmasına görə. Dokunmasına deyəsən xarab çıxmaya görə. Amma əgər bəyənirsə, başqa maşınlar da indirə bilərəm. Əgər siz ta ki siz istəyin, deyin, yorumlara yazın, mən istədiyiniz maşını, hər hansı bir maşını indirə biləcəyəm. Nəysə, indi davam edək. Baxay, bu indi hara qədər gələ biləcək. Bismillah, davam etdirək. Dörd çəkərik, bunları da dörd çəkərik. Bunu saxlayıb, onu dirək BYD-ni gətirəcək bura. Hyundai onu gətirəcək, orada qalsın. Ayrı bir başlanmış da orada olsun da. Mən bunu gətirəcəyim, bu maşın sözü qulasın be. Ya Allah. Dostlar, bu video başından demiş kamera spotu şeydir. Bu hər zaman belə videolar qazam. Nə oldu? Mən bir açıdaydım, baxımdan günə qaldım aşağı. Belə də olmazdı. Belə də olmazdı. Ben yaşatızlığa bu tərəflərə. Qol burada verilənsin.
Geri getirdi o bir Hyundai. Hyundai da gelecek burada. Səhv oldu sən. Bizi burada ne arayacaq? Ne təbəsə? Instagram'ın postu bilgiler haberiniz oldu. Ama yine tormuz yine yaxşı dostlar. Özünüz də görürsünüz də. Hoşuma gəlir mənim off-road o maraqlı gəldi mənə. Ondan ancaq köyə maşınları. Amma ürək hansı maşınları yükləndim ümumiyyətlə sizin üçün. Önce biz buradan dönelim. Yavaş yavaş bu yoldan alalım. Güzel bir yer dostlar görürsünüz. Bir köprü yol yoktu her şey. Offroad görmemiştim. Ben taktıklarım onun sayısını hak edemem. Bence burada da çok onda onca. Saxlayaq bunu burada. Çok super yerlerdi bu maşın. Maşın yanında mənim üçün çox şey yerlerdi. İndikəcək. Bəli, buna. Bunun da elə bir yolu gəzdirim ki, Hyundai ilə eyni yerdə durmuş kimi olsun da. Sonra itir maşını tapa bilməyə çətin olur. Ümumiyyətlə bax bu yoldan bir aydın gətirsə bax buradan döndürəcək də burada. Bana eyni. Baxın hardan hə isə bax bura. Yadda saxlayaq. Buradan yerə düppərəz o yolu. İndi davam edə bilərik. Bu nədir dostum? Bu nədir 4 şey maşındır. Evet, baxın dostum, yəni baxın da. Yeni yaxdan çıxdı yola baxmaq ona görə. Maşımız da edəbi yox. İndi bax bunu Hyundai yanına gətirək. Hyundai yanına görək bunu. Və salam. Buradan başlayaq davam etməyə. Nerede başarısız ama neydi? Bu Super. Mənim amacım burada yəni 2 dənə maşın test etmək. Heyf deyil dostlar. Dizim. Burada oy. Daha önce olmayanı başlattı ki bu. Hansı maşına yedim buraları. Mahvoldu 5 dostu gördü. 5 dəqiqədə mahvoldu. Ama ben William alsın getireceğim. Volvo. Hani yaxşı bu maşınlarda. Bunu seçək. Sen aynı yaşlıq budur və salam. Yani hiçbir şey yapmam ama bak hadi buna bir şans ver. Bu əla şeyler yani evler. Axınlar bu altından her şey edebilir. Ne burada çok pis yollar. Lapka şeyler bak. Buzun böyle dağın. Bu met bilirdi buzun çok olduğu yere. Dağsın burada. Bizim burada onlarımız var. Onu da çok üzülürüm. Bunu gətirsə bir tərəfə baxın. Ay sağ ol.
Gəldi bunu əla. Bunların ikisini yan yana gətirdik. Bu da tərəflədiyimiz maşın. Ümumiyyətlə yəni buradan başlayacaq. Kapışma maşını və davam edək. Bu baxışımız var. Maşının üstü düz buradan çıxamayacaq. Biz hemen diye çok rahat çıktı burada. O bizi burada gözləsin abi. Bu şəkildə bizi burada gözləsin. İlkəsi o bir maşınımızı Volvo'ya. Bax, bu nə edəcək? Nə qaracaq bu? Kanalın bir çox serisi modda olacaq. Ama sizlərlə rəylə alacağım. İstəyirsiniz mi, istəmirsiniz mi? Şəxsən yəni BMW serisi poşlar davam etdirəm kimi də var. İnşallah devam ettirəm. Ya Allah! Dostlar, Volvo qəşəng irəliydi, çox qəşəng irəlilədi və çatdı. Yəni pis deyil buralar şəxsən mənim fikrimcə. Meanwhile, dostlar, bu maşını tutan Volvo'dur. Volvo deyəcəyəm. Eyni bu maşını çox qəşəng məncə. Offroad'a Volvo ilə davam edəcəyik. Bakalım size. Aha. Bunu soydum maşını. Maşını yani sıkılamaya çünkü dediğim gibi dokudan paçkıyla hasar falan var. Genel bir Volvo'ya. Evet, nüfsan çeşitli bunların çok kâr oldu. Çok başarılı şekilde. Bu da S40'dır dostlar. Ümumiyyətlə gedə bilərik burada yolu, yoxsa yox. Bu D4'dən T5-nə T8, T6 falan verir. Bu ümumiyyətlə D4 motor. Super. Ən bir T8 başlayacaq. Çox təhlükəli bu yollar üçün. Baxın. Amma bir dəstəyə bağlamalıyam, bu gələ bilməyəcək. Oyda nə oldu? İnşallah problem çıxmamışdır, çox əsəbləşirəm. Estağfurullah. Ay sağ ol. Evet olsa biz bu maşını alıp tutalım. Bu da bunun getdiyi. Yəni kommentə hansı maşınlar ay bunluq deyil buranın çıxma. Bunluq deyil də S40 alacaq. Yarış olmayan olmadı özdə.
inanmıyorum. Çıksamış açan. Ama şahsen onların Volvo seçim oldu. Motor sahibi diyelim. 56 değerli motoruyla. Oldu çok rahat. Bu haliyle drive edelim. Coşkunun sene yandırma yerine alınmadı. Yani bu arada mən offroad servis bitti. Heç bir keçəmədi buranı. Burada bir dostlar, video bitməyib. Mən sizə bir dənə sözüm olacaq. Bir dənə bir 5 dəqiqə var. 06 ilə də yoxlayaq. 15 15 15 16 16 16 16 en yaxşı 16 16 5 dəqiqə 16 ilə də yoxlayaq maşını. Ondan sonra videonu dayandıracağım, qutaracaq. Var üçüncü 16 yaxşılanacaq. İkinci şeydə 16 pis olmayacaq. Birinci skoru olmasını yandırdık. Videomuz bitir. Sağ olun dostlar. Gələn dəfə görüşənə dək. Hadi iyi seyirlər sizə də.